Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiya imtahanlarının nəticələri bəzi müəllimləri narazı salıb. İmtahandan kəsilən müəllimlər aldadıldıqlarını deyirlər. Bəzən görürük ki, orada müxtəlif rəylər var, müxtəlif təhdidlər gəlir ki, ay bu hansısa bir işdən çıxarma prosesidir, ay bu nə bilim hansısa bir kənar prosesdir. Qətiyyən belə deyil. Bu bizim Azərbaycanın incəsənət məktəblərində çalışan müəllimlərimizlə bağlı dataların əldə edilməsidir ki, biz bilək ki, harada, hansı bacarıqda, hansı səriştədə olan müəllimlərimiz var. Onlar iddia edirlər ki, Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valiyevin dediklərinə zidd olaraq müəllimlər işdən çıxarılıb. Orada dedilər ki, nəyə pisdir ki, sizi təkmilləşməyə göndərirlər. Düzdür, mən qol çəkmədim o attestasiya vərəqəsinə, amma çəkənlər var, aldadılıb ki, yəni kursa göndərəcəyik, burada heç bir problem yoxdur. Amma bugünkü günü hamını çağırıblar. Deyirlər ki, yox, siz işdən çıxmalısınız. Müxtəlif məktəblərdə etirazlar olub, bir qrup müəllim isə Mədəniyyət Nazirliyinin qarşısına yığışıb. 40 ilin müəlliminə yararsız demək olmaz. Mənim oğlum hərbidə yararsız, xəstə gəlib. Mən kirayədə yaşayıram. Mənim ərim təzə ölüb. Mən İlyasın içində imtahan vermişəm. Bütün suallara cavab vermişəm, məni yararsız işdən çıxartmam olar. Mədəniyyət Nazirliyi Qafqazinfoya bildirir ki, 650 nəfər attestasiya prosesindən uğurla keçib. 492 müəllim isə tutduğu vəzifəyə uyğun hesab edilməyib. Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər. Müəllimlər isə üzdəşdikləri sosial problemləri qabardırlar. Mən 2 uşaq saxlayıram kirayədə. Vəziyyətim çox pisdir. Mən yəni o maaşla evimin pulunu ödəyirəm. Yəni bugünkü günü mən belə çıxır ki, çöldə qalmışam. Bu başlanğıcdır. Bu ancaq fortepiano şöbəsi üzrədir. Aprelin 20-sindən sonra xalq çıxarğı alətləri şöbəsinin imtahanı gəlir. Orada da belə soyqırım olacaq. Onun dalınca nəfəs alətləri var. Onun dalınca nə bilim vokal var, müğənnilik var.